Bax kamera getdi özündən. Dumma göstərir tanız. Ona görə elə bir problem yaşadıq. Aleyküm salam. Dünən dünən bilirsən nə oldu? Telefon özünə qızdı, eşidirsənmi? iPhone-dan ha. İşlədilmədi yəni ki. Dedi sızaklıq oranı artdı. Telefon kullanılmıyor zat. Onunla getdi. Ondan sonra canlı yayın edir. Sinə özüdür. Əlbəttə ki, sinə özü olmalıdır və ağır məşqlərin nəticəsində. Dünən çox pis vəziyyətdə idi telefonu. Qızmış telefonu, adamın əlini yandırırdı. Tanımadım ayqa yox. Simba. Ha, olay. Ay, kamera getdi. Adca başım belə kimi kamera gedir. Ay, kamera getdirir. Qımıldamaq mümkün deyil ha, oxşum. Elə? Çox pis idi, çox pis idi. Telefon qızdı, sonra söndü özünə. Bilmirəm daha. Aleyküm salam. Dünən dəhşət pis vəziyyətdə idi ha telefon. Yox ayqa, hamı deyə olmuşdu. Səsim gedirdi yayına, görüntü yox idi ha. Əlbəttə ki, ağır çəki 7-8 kilo. 7-8 təkrar. 110 kilo. 115-yə hazırla, 115-əm, 115-əm təmiz. Bilmirəm daha indi qalxacaq yoxsa inəcək. Mən də çox qaldırmaq istəmirəm sözün açığı. Mən də istəyirəm ensin biraz. Uzun bir sepsi doldurmaq nəyə çətin olur? Çünki sən bir sepsin qısa olmadığına belə deyim. Uzundur, ona görə də doldurmaq çətin olur. Bir uzun bir şey doldurmaq çətin olur, balaca bir şeyə görə. Belə deyim, bir dənə şişdə balaca kebabımı çox gör, balaca qalın bir kebabımı çox görsənək. Yoxsa uzun şişdə uzun nəzik bir kebabımı çox görsənək. İndi o da var da indi. Həftə 5 gün məşq eləmək məsləhətdir. Əgər yaxşı bir proqramın varsa, yaxşı proqramı yoxsa yox. Yaxşı bir məşq proqramı varsa, demirəm amma məsələn, sinə günü bench press işlədim, açma işlədim, onu işlədim, yox. Hasəz eləyək, hasəz eləyəndən sonra işlədiyini bilərsənsə, o qəşəngdir. Aleyküm salam. İki dənə məşq proqramını yaza bilərsiniz direktdə. Onlayn məşqlərimizə qoşula bilərsiniz. Tam münasib qiymətə. Yəni getdi telefonu görək.